kim olduğunuzu bilməyəndə başqasının sizi tamamlamağını istəyirsiniz. Sanki o sizə davranırsa, mehriban davransa, istiliyi göstərsə, siz düşünürsünüz ki, mən dəyərli olacağam, mən önəmli, mən sevilən olacağam. Bu yalana girirsiniz. Çünki düşünürsünüz ki, o verməsə mənə sevgi, mən sevgisizəm də, yəni başqa kim versin, mənim sevgim yoxdur. Bu təməldə belə deyil. Əgər sevginizi və yaxud da başqa bir istəklərinizi, daxili ehtiyaclarınızı duyğusal olaraq başqa birindən gözləyirsünüzsə, oradan da incinəcəksiniz. Çünki orada deyil. Siz normalda paylaşmaq üçün girəndə odursunuz. Yəni istədiyiniz olur. Siz ehtiyacdan girəndə qarşı tərəf də sizə uyğun insandır axı, o da ehtiyacdan gəlir. Və iki ehtiyacda olan insan birləşir, bir-birindən tələb eləyirlər, təzyiq eləyirlər, pretenziya, narazılıq, bir-birindən sən səhvsən, o deyirsənsə sən vermədin, sən soyuqsan. İndi siz deyirsiniz, oğlan soyuq davranır. Bu dəqiqə oğlana sual verim ki, niyə soyuq davransan? Deyəcək ki, o da mənə filan şeylər vermir. Necə davranım ki, o çabalasın, bu niyyəti dəyişin. Siz yenə də bax, o çabalasın, yenə ağrıdan danışırsınız, yenə əziyyətdən danışırsınız. Siz bir insana nə deyirsinizsə, bir şey bilin ki, siz onu özünüzə deyirsiniz. Siz elə bir özünüzə deyirsiniz ki, mən neyniyim ki, orada mən onun üçün çabalayım. Bu niyyəti qoyursunuz. Nə alacaqsınız? Deyir, niyyətin nə, alacağın o. O elə eləyəcək ki, siz ömrü boyu çabalayacaqsınız onun üçün. Onun gibi niyyət qoyanda düzgün baxırıq. Yəni yaradılışın qanunları var da, biz onları başa düşdük, düşmədik, bildik, bilmədik, onlar işləyirlər. Sizin niyyətiniz odur ki, mən xoşbəxtəm, mən öz xoşbəxtliyimi tapmalı. Onu da dediyim kimi də çöldə deyil o. Sizin dəyəriniz çöl dünyaya bağlı deyil. Bütün insanlar, qadınlar əziyyət çəkirlər. Hamısı. Çünki elə bilirlər ki, dəyərləri çöldə. Pulum olacaq, məni sevəcəklər, dəyər verəcəklər, hörmət eləyəcəklər. Biznes quracam, uğurlar qazanacam, diplomlarım olacaq, mənə deyəcəklər, bu nə dəyər, nə yüksək, bu nə qəşəngdir. Xarici ölkələri gəzəcəm, baxalı yerlərdə gəzəcəm, baxalı brendlər giyinəcəm, hamı mənə deyəcək, bu çox dəyərli qadındır. Bu bilirsən ki, buna hörmət, dəyər olacaq. Yoldaşım məni sevsin, uşağım olsun, o olsun, bu olsun, mən dəyərli, hörmətli olacaq. Belə yanaşan heç kim, bir nəfər belə tapa bilməzsiniz ki, desin ki, mən istədiyimi aldım, pulum da oldu, uğurum da oldu, kişi də oldu, o məni istədiyimi verdi. Çünki dəyər orada deyil. Olmayan yerdə axtardığınız şey xəyal qırıqlığıdır, üzüntüdür. Pul önəmlidir, pul vacibdir, pul gözəl bir şeydir. Amma dəyəriniz orada deyil. Pulum olacaq, mən dəyərli olacağam, pulunuz olacaq, dəyərli olmayacaqsınız. Və daim tutaq ki, deyəcəksiniz ki, 5.000'im olsun, dəyərli ola. 5.000 gəlir, görücü dəyərli yox, boşluqdur. Deyəcəksə 10.000'im olsa, 10.000 gəlir, yox, 100.000. Və o pulun, yəni ki, limiti yoxdur. Siz daim daha çoxunun dalınca ömrünüzü itirəcəksiniz, dəyər hiss eləmək üçün. Çünki içinizdə dərin boşluq olacaq. Və siz başa düşməlisiniz ki, pulun başqa funksiyası var. Sizin dəyəriniz orada deyil. Və yaxud da kişidə eyni şeydir. Kişi gələcək, mən dəyərli olacağam, seviləcəm. Kişi gəlir və göstərir ki, mənim gəlməyim səni dəyərli eləmədi. Çünki sənin dəyərin məndə deyil. Mən səni paylaşa bilərəm, içindəkini böyüdə bilərəm. Amma mən gəlib səni dəyərli elə bilmərəm. Çox sağ olun, çox gözəl danışsınız. Əladır ki, yəni onu qəbul edirsiniz.